Hər insanın xeyriyyəçilik hesab olunmaz. Düzdür, dinimizdə İslam dini bizə gətirib xeyriyyəçiliyi çıxardıb. Din bizə deyibdir ki, xeyriyyəçilik eləmək lazımdır. Amma bugünkü gün dinsizlər öz əqidəsini insanlara yeritməkdən ötəri İslam dininin göstərdiyi xeyriyyəçiliyi istifadə edirlər. Bugünkü gün üzdən iraqlığı təbliğ eləmək istəyənlər xeyriyyəçiliyə əl atırlar. Bugünkü gün terrorizmi təbliğ eləmək istəyənlər xeyriyyəçiliyə əl atırlar. Bugünkü gün narkomaniyanı təbliğ eləmək istəyənlər xeyriyyəçiliyə əl atırlar ki, ictimaiyyətdə desinlər ki, siz bunları pis bilirsiniz, amma bunlar xeyriyyəçilik edir. Bunların xeyriyyəçiliyindən böyüyən bir cəmiyyət gələcəkdə fəsad əhlindən başqa bir şəxslər ola bilməzlər. Baxın, bugünkü günləri əqidəsiz insanların elə deyək, balalarına nə ilə nüfuz eləyirlər? Üzdən İraq bir insan gəlir, xeyriyyəçilik eləyir, bir insan da onu tərif eləyir ki, bəs insanlar bunu pis tanıyır, bu bizə çörək verdi, bu bizə ev verdi, bu bizə şərait yaratdı, bu bizə pul verdi. Amma arxasında nəyi təbliğ elədi cəmiyyətimizə? Cəmiyyətimizə üzdən İraqlığı təbliğ elədi, cəmiyyətimizdə narkomaniyanı təbliğ elədi, cəmiyyətimizdə hər növ pis xüsusiyyətləri cəmiyyətimizdə nəyin arxasında təbliğ elədi? Xeyriyyəçiliyin. Hər insandan xeyriyyəçiliyi qəbul eləmək olmaz. Hər insanın elədiyi yaxşılıq deyil. Məsələn, götürək Həzrət Əli əleyhissalamın zamanəsində Həzrət Əli əleyhissalam da yaxşılıq eləyirdi, Həzrət Əli əleyhissalamın düşmənləri də yaxşılıq eləyirdi. İndi hansının elədiyi yaxşılıq daha üstündür? Əlbəttə ki, Həzrət Əli əleyhissalamın elədiyi yaxşılıq. Bu yaxşılıq eləyirdi ki, Allahı və dini təbliğ eləsin. Bu yaxşılıq eləyirdi ki, Allahı və Allahın hüccətini, imamı təhqir eləsin. Balalarınıza hər insanın əlindən xeyriyyəçiliyi qəbul eləməyin. Cəmiyyətinizə hər insanın əlindən olan xeyriyyəçiliyi qəbul eləməyin. Gəlir, xeyriyyəçilik eləyir bir insanı neçə milyon insanlara, hətta milyardlarla insanın gözü qarşısında ona xeyriyyəçilik eləyir. Xeyriyyəçiliyə ümumiyyətcə bizim elədiyimiz xeyriyyəçiliyə Allahın ehtiyacı var. Xeyr, xeyriyyəçilik eləməyə xeyriyyəçilik eləyən insanın özü ehtiyaclıdır. Nəinki sinəsini qabağa versin ki, mən xeyriyyəçilik eləmişəm. Xeyr ola, sənin elədiyin xeyriyyəçiliyə Allahın ehtiyacı var. Sən hələ başını aşağı eləməlisən ki, ilahi sənə şükürlər olsun ki, mənə nəsib eləmişsən, mən xeyriyyəçilik eləyə bilirəm. Sən o qədər təvazökarlıq eləməlisən ki, hətta xeyriyyəçilik elədiyin insanın əlindən əyilib öpməlisən ki, ay Allah, sənə şükürlər olsun ki, bu bəndiyə yaxşılıq eləməyi mənə nəsib eləmişsən.